Salamlar, əziz izləyicilər və dinləyicilər. Mən hazıram layihəmin növbəti buraxılışı efirdədir. Qonağımız isə Cansel, yerli brendimizin təsisçisi və dizayneri Heyransa Düzgün. Xoş gəlmisiniz Heyransa xanım. Çox sağ olun, xoş gördük. Mən hazıram suallar verməyə. Siz cavab verməyə hazırsınız? Bəli, hazıram. O zaman başlayaq. Başlayaq. Cansel necə yarandı? Canselin yaranması çox gözəl bir hekayə ilə başladı. Hekayəsi də nə idi ki, mən yəni uşaqlıqdan, yəni əvvəlcədən, yəni kuklaları bəzəməyi sevərdim. Özüm geyimlərimdə sevərdim bir gözəl bir yəni hər hansı bir busalarmı, aksesuarlarmı olsun və düşünürdüm ki, yəni artıq böyüyəndə düşünürdüm ki, dizayner olum, amma həyat belə gəldi götürdü ki, dizayner olmadım. Tam başqa bir sahəyə yəni seçim etdim və illər keçdikdən sonra mən həmən hisslər içimdə qalan həmən o yəni yaradıcı hisslər yarandı və düşündüm ki, özüm üçün bir balaca da olsa özüm üçün bir brend açacağam və aksesuar brendi. Niyə sırf aksesuar brendi? Düşündüm ki, belə bir aksesuar olsun ki, tam olaraq xanımların obrazını tamamlansın və onların gözəlliyini, yaraşığını daha da vurğulasın. İki qat yaraşıq versin. Çox gözəl. Bəli. Bu brendi quranda hansı hiss sizə yol göstərdi? Bu ümumiyyətlə bu yolda nə hisslər yaşadınız? Ümumiyyətcə içimdəki hisslər ki, mən bunu bacaracağam və mən bunu edəcəm və təbii ki, dəstək oldu. Rəhmətli anam mənə çox böyük bir dəstək verdi. Dedi ki, Xeyransa, səndə bu alınacaq. Sən həm yaradıcı, həm yəni istedadlı bir qızsan və odur ki, başla. Və pis alınmadı. Mən sizə deyim, çox gözəl kreativ aksesuarlar alındı sizdə. Mütəmadi olaraq sizin sosial şəbəkələrdə izləyirəm. Kreativliyiniz, həm də insan gərək incəsənət adamı olsun. Mən elə gəlir siz biraz da incəsənət adamısınız. Bəli, həm incəsənət adamıyam, həm də yaratdıqda mən düşünmədim ki, yəni aksesuarı yaratdıqda şəklini çəkim, paylaşım. Tək dedim ki, onu bir obraz olaraq necə göstərdim, gözəl xanımlarımız öz üzərində də təsvir etsinlər ki, necə görsənə bilər və özüm bu brendimin üzü olduğu üçün, yəni bu mənə böyük bir dəstək oldu. Sırf nəyə görə? Sırf ona görə ki, yəni xanımlarımız canlı bir insanla ünsiyyətdə olanda təkcə küçük bir aksesuarla yox, canlı bir insanla onlar artıq bunu yaşayırlar, bu hissləri yaşayırlar və təbii ki, əldə etmək istəyirlər. Çox gözəl. İlk hazırladığınız aksesuar sizə nə dedi? Davam et, yoxsa bu bir başlanğıcdır? Bu bir başlanğıcdır və sizi qabaqda çox gözəl bir aksesuarlar bəzəyəcək. Əla. Cansel hekayəsində ən çox yadda qalan an hansı olub? Yəni bu aksesuarı hazırladığınız bu an və bu hekayəmi deyim, hadisəmi deyim, anmı deyim, bu nə ən çox yadda qalan nə oldu? Təsəvvür eləyin ki, Cansel yeri yaranmışdı və bu bir təsadüfən axşam ziyafəti idi. Xanımlar yığılmışdı və həmən ziyafətə bir adını çəkməyəcəm, tanınmış bir xanım gəldi və məni onunla təbii ki, tanış etdilər. Mən də özümü təqdim elədim və nə ilə məşğul olduğumu da vurğuladım və xanım mənə baxdı, belə yuxarıdan aşağı, yəni belə bir baxışla Süzdü sizi. və dedi ki, siz bütün aksesuarları hazırlayırsınız və nə istədiyimi yəni edə biləcəksiniz, əminliklə, yəni bunu bir sual olaraq vurğuladı. Dedim, bəli, təbii ki, mən sizə indi bir sifariş verəcəm. Sifariş verdi. Əslində sifariş verəndə və mən görəndə o işi, inanın ki, mən çox əminliklə həmən zaman dedim ki,
bəli edəcəm və eyniliklə, yəni sözün açığı o xanım çox da belə bir inanmadı. Çünki gənc bir brend, əl işləri o qədər də Belə məhsullar tez yəni bir zamanda satılmayıb, yəni sevilən. və verdiyi bir sifariş o qədər bir qeyri-adi bir iş idi ki, təsəvvür eləyin ki, mən bir aydır sifariş getirmirdim. Bir aydır onunla məşğul olurdum. Niyə görə? Çünki həm çətin iş idi, həm məsuliyyət işi idi, həm birəbir eyni olmalı idi həmən sifariş. Və artıq məhsulu təqdim eləyəndə həmən xanıma, xanım sadəcə olaraq Təəccübləndi. yəni baxdı mənə və dedi bir wow. Yəni və Bu bir bacarıqdır dedi artıq. ki, bundan sonra mən ancaq Cansel brendından sifarişlərimi edəcəm və doğrudan da belədir. Artıq 4 ilə yaxındır mənim demək olar yəni ilk 10 müştərilərimin arasında ilk və daimi olan müştərimdir. Davamlı. Bəli, mən Mükəmməl. belə bir kiçik bir məsuliyyətli bir hekayə. Çox gözəl. Bildiyim qədər Cansel övladlarınızın adlarının birləşməsidir. Bu ad sizin üçün nə deməkdir? Əslində Cansel adını qoyanda düşünürdüm 3-cü evlad həyata gəldi. Çünki yeni bir Canselin arxasında yeni bir məhsul və yeni bir Azərbaycanda olmayan kreativ aksesuar brendi olacaq. Amma heç təsvir etməzdim ki, mən ikinci adımı yaradaram. Niyə görə? Çünki məni hamı Cansel kimi tanıyır. Yəni artıq öz adımı, Xeyransa adımı çəkmirlər və deyirlər Cansel. Yəni heç birini düşünürdüm amma tam olaraq başqa oldum. Amma mən çox sevinirəm ki, Cansel bir brendin adı olaraq dillərdə, həm də qulaqlarda çox yaxşı eşidilir və yadda qalır. Və əzbərlənib bu brend sizin üçün də bir övladdır və siz bu brendi övlad kimi yanaşırsınız. Bəli, bəli, tamamilə sizinlə razıyam, Cəfər. Bu adı seçəndə içinizdə hansı hiss üstün idi? Sevgi, məsuliyyət, yoxsa ilham hissi bu yaradanda? Bu ilhamla sevgi hissidir. Sırf ona görə ki, bu həyatda nə yaradılırsa, nə yaşayırsa, sevgi əsasında yaranır. Hər bir aksesuar yarandıqda sevgi, ümumiyyətcə sevgisiz o yaranmır. Yəni mən ona öz sevgimi bəxş edirəm və sevgi ilə ilhamın birləşdiyi bir sintezdir, belə deyərdim. Çox gözəl. Övladlarınız bu brendi davam etməyinizi istəyirsiniz? Qızımın bu brendin davam etməyini çox istəyərdim. Sırf ona görə ki, görürəm ki, özünün də marağı var, özünün də istəyi var, həvəsi var və düşünürəm ki, gələcəkdə o davam edər, amma gələcəyi göstərəcək. İnşallah. İnşallah. Ümumiyyətlə bundan öncə hansısa bir adla brendiniz olub? Mən bilən olub, amma istərdim siz tamaşaçılara da bunu məlumatlandırardınız. Mən bilən sizdə bundan öncə də qabaq bir brendiniz olub. Bəli. Bir 15 il öncə yenə də aksesuar sahəsində, amma sırf boyunbağlar, sırğalar belə bir kiçik bir marka yaratdım. Adını da qoydum. Öz adımın, Xeyransa adının qısa formasını, Xeysi, Miss Xeysi. Sözün açığı yaradıldı. Sonra mən şəxsi həyatımda dəyişikliklər oldu, ailə həyatı qurdum, evladlar oldu, baş qarışıqlıq oldu və düşünürəm ki, o zamanlar mən tam hazır deyildim. Daha professional şəkildə bir brendi hazırlamaq, təqdim etmək və onun satışını etmək. Amma ona baxmayaraq, sevilirdi, əldə edirdilər xanımlarımız. Amma o da belə bir peşəkar deyil idi
o zamanlar üçün. Ona görə də davam etmədiniz və düşündünüz ki, övladlarınızın bu ad birləşməsi daha sizə çox motivasiya verdi və sözsüz ki, bu irəliləyən illərdə daha da çox püxtələşdiniz, peşəkarlaşdınız Bəli, və ondan bəli. sonra da bu düşündünüz bu cansel olaraq qalsın. Bəli, ümumiyyətcə Azərbaycanda bildiyiniz kimi hal-hazırda Azərbaycanın lokal brendlarına çox böyük bir üstünlük verilir və dəstək verilir. Bu ilə bağlı kifayət qədər böyük bir tədbirlər olur. Ondan sonra satış yarmarkaları olur, yəni festivallar olur və bunlar hamısı böyük bir təcrübədir təbii ki və düşünürəm ki, bunları hamısını gördükdə artıq insan bilir necə, hardan əldə etmək və nə etmək və üstünlük verilsin bizim yerli Azərbaycan brendlarımıza. Üzərinizdəki bu aksesuar da sizə məxsusdur. Bəli, Cansel brendinə məxsusdur. Ümumiyyətcə mən həm aksesuar sevən bir xanımam, həm də özüm yəni brendimi çox böyük bir qürur hissi ilə təmsil edirəm. Hər geyindikdə, hər mütləq şəkildə mən evdə çıxmamışdan öncə bir küçük də olsa Cansel brendin aksesuarını geyinib çıxıram. Sırf ona görə ki, insanlar görəndə, insanlar yəni bir baxış, yəni artıq öz üzərində də təsvir eləyirlər bunlar. Bunu həmən də əldə etmək istəyirlər. Hətta məndə belə bir nə qədər, yəni belə bir satışlar olub ki, yəni öz üzərimdən çıxardım. Yəni onu satmışam sırf ona görə ki, bəyəniblər, seviblər. Deyirlər ki, yox, onsuz da yəni bizim xoşumuza gəldi. Dedim, yox, mən sizin üçün də hazırlayarım. Dedi, yox, biz əldə etmək istəyirik. Yəni necə deyim sizə, mən öz reklamımı, yəni öz üzərinizdə. Bəli, öz üzərimdə. Yəni necə deyirlər, canlı bir reklamsınız. Bəli, bəli, canlı bir reklamım. Tamamilə razıyam. Bakı Dövlət Universiteti Kimya Fakültəsi və telekommunikasiyada çalışırsınız və Cansel brendi. 3 tamamilə fərqli bir necə deyirlər, peşələrdir və bunlar nə birləşdirir bir-birini? Valideynlərimin istəyi ilə mən həkim olmalıydım. Amma həkim olmadım. Bakı Dövlət Universitetinin Kimya fakültəsinə qəbul oldum. 4 ildə oxudum, amma içimdə olan hisslər və uşaqlıqdan böyüyən, yəni böyüdüyüm mühitdə, yəni mən bir yaradıcı, mən bir incəsənət insanıyam. Sırf nəyə görə ki, rəhmətli atam da yəni uzun müddətdir ayaqqabı fabrikaların birində direktor çalışırdı və yəni ondan sonra mənim bibilərim, xalalarım da tikiş işləri ilə yəni məşğul olurdu. Bunlar hamısını görə və siz də davamçı oldunuz. Mən də davamçı oldum. Həm də içimdə olan hisslər var idi. Sırf telekommunikasiya sahəsi niyə? Həyat gəldi məni, yəni belə bir gətirdi ki, mən bir telekommunikasiya şirkətindən başladım çalışmağa və hələ də olaraq 20 ildir artıq telekommunikasiya şirkətində çalışıram. Yəqin ki, sizin də hələm işlərinizdə, işlədiyiniz məkanlarda bu brenddən istifadə edirlər sizin brendinizdən. Bəli, təbii ki, çox sevə-sevə istifadə edirlər, geyinirlər, əldə edirlər, kiməsə hədiyyə edirlər. Bunları çox dəyər verirlər. Bəs hansı anlarda özünüzü daha çox yaradıcı bir insan kimi hiss edirsiniz? İlk dəfə özümü yaradıcı insan kimi sentyabr ayında Bakı İqlim Həftəsi keçirilirdi. Orada bir gündə fashion show var idi və podiumda gözəl bir xanımlar geyim, həm də aksesuar yəni təqdim edirdilər və mənim aksesuarlarım yerli bir brend, geyim brendi aksesuar, yəni geyimlə birləşmiş kollaborasiya olaraq yəni nümayiş olunurdu və mən ilk dəfə kənardan baxarkən özümü yaradıcı, yəni insan kimi hiss elədim. Çox gözəl. Deməli, sizdə başqa bir brendin
tamamlanmışsınız. Yəni geyimlə sizin aksesuarlarınız tamamlanıb və o anda siz hiss elədiniz ki, siz Bəli, 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 bəli. və bundan sonra nəsə yeniliklər gözlənilir. Bəli, təbii ki, Cansel böyümək istəyir. Öz yerində dayanmır təbii ki və gələn ildə yeni kolleksiyalardan əlavə olaraq inşallah məkanım açılacaq. Məkanın açılışı açıqlamıram hələ ki, deməyəcəm hansı bir konseptdə olacaq, amma çox gözəl bir kreativ konseptdə olacaq. İnşallah sizi də dəvət edəcəm və mən bu gün bu sizin verilişinizə Cəfərbəy əliboş gəlməmişəm. Nə gözəl. Bəli, bəli. İstədim ki, xüsusi sizin üçün hazırlayım və başlayım kişi kolleksiyasını. Mən də istəyərdim ki, siz bunu sevə-sevə geyinəsiz. Hətta əgər imkan varsa, indi burada da geyinsəz, çox qürur hissi ilə sizə baxıb sevinərəm. Deməli elə çıxır ki, artıq bəylər də sizə müraciət edə bilər aksesuar üçün. Bəli, bəli. O zaman icazənizlə bir dənə yoxlayaq görək bizim hədiyyəmiz. Bəli. Bu yaxalıqdır. Düzdür? Bəli, Mən bildiyim bu yaxalıqdır. Məncə artıq sizin üzərinizdə gördükdən sonra artıq böyük bir sifarişlərim gələcək. Sınayaq. Mən də istəyərdim indi hal-hazırda bunu. Əslində belə bir yaxalıqlar çox yaxşıdır. Ümumiyyətlə görüşə getdiyiniz zaman, əgər mütəmadi olaraq klassikdən istifadə etmirsinizsə, bu yaxalıqlardan istifadə edib və üzərində bir pencək taxıb görüşlərə böyük məmnuniyyətlə gedə bilərsiniz. Mən də indi bunu burada baxaram və siz qiymət verərsiniz. Və budur, görürsüz, elə bil ki, mən bu gün düşünmüşdüm ki, belə bir geyim tərzi ilə gəlim və bu çox tamamladı sizə deyim. Həqiqətən də sanki bir köynək altımda və mən bir elegant olaraq sizin qarşınızda yenidən davam edirik. Təşəkkür edirik. Çox yaraşdı. Gülə-gülə geyinin. Hətta deyərdim ki, çox praktiki belə bir aksesuardır. Siz onu artıq yəni bir neçə dəfə geyinə bilərsiniz. Köynək belədir ki, bir dəfə geyindin, həmən yəni onu yumaq lazımdır, amma belə bir aksesuarı məncə dəfələrlə bir neçə dəfə, hətta işdə də qoya bilərsiniz. Korporativ görüşləriniz və yaxud hər hansı bir tədbirlər olanda geyinib çox gözəl bir yəni çox gözəl, təşəkkür edirəm. Həqiqətən də bu bir yenilikdir, sizə deyim və bəylər də artıq baxın və müraciət edə bilərsiniz. Deməli elə çıxır ki, gələn ildən etibarən sizin mağazanızda çox gözəl yeniliklər olacaq. Hətta artıq bəylər üçün də nəzərdə tutulur. Bəli, bəli, bəylər üçün də nəzərdə tutulub, uşaqlar üçün də tutulub. Yəni gözəl bir yeniliklər, yeni kolleksiya, yeni məhsullar. Ümumiyyətcə mən daima yeni bir məhsullar yəni hazırlayıram. Bir dayanmıram, yəni bazamda. Çünki bazam yaxalıqlardır bildiyiniz kimi. Başlanğıcım ondan başlayıb. Amma mən dayanmıram çünki daima moda ilə yəni uyğunlaşıram. Yəni mütləq şəkildə. Çox gözəl. Ümumiyyətlə sizcə bu Cansel brendin yaradıcısı olaraq bir qadın sifariş etdiyiniz zaman həmin o qadın necə biri olmalıdır? Cansel sifariş edən müştəri necə bir qadın olmalıdır? Cansel brendin aksesuarlarını taxan bir xanım, fərqlənməyi sevən bir xanım olur. Xarakter olaraq həm sakit, həm klassik üslubda geyinmiş, həm tonları uyğunlaşdırmış, həm öz üslubunda bilir nəyinlə geyinmək lazım olur. Yəni əsasən də müştərilərim də əsasən belə olur, belə bir xarakterli yəni qadınlar. Çox gözəl. Bəs müştərilərdən aldığınız ən yadda qalan söz hansı olub? Sizə hadisə danışım. Müştəri sifariş elədi, bir xanım, gözəl bir xanım. Sifarişini tamamladıq, vaxtında təhvil verdik. Bir təhvil verdikdən sonra xanımdan bir 3-4 gündür bir xəbər çıxmadı. Adətən yəni mən geri dönüşlər həmişə mənim üçün önəmlidir və alıram. Mən bir 4 gün keçdikdən sonra xanım özü yazdı. Dedi ki, xanım
Cansel xanım çox bəyənildi. Sizin aksesuar çox sevildi. O qədər mən gözəl görsənirdim ki, o qədər mükəmməl idi. Yəni bütün gecə məndən danışılırdı və dedi ki, mən sizə bir təşəkkür etmək istəyirəm. Mən də düşünürəm, yox, təşəkkür edirəm və s. Hardasa bir saat keçdi. Gördüm ki, çox gözəl bir tort gəldi. Tort da yaxalıq şəklində. Wow, Təsəvvürlə güzel. həmən xanıma yəni satdığım Etdiyiniz o yaxalığın şəkli təsəvvür edin və mən böyük bir şok yəni yaşadım. Yəni o mənim üçün böyük bir yəni şok idi. Bu da görürsünüz, bu da bir təşəkkürdür. Bəli. Sözsüz ki. Bəli. Ümumiyyətlə bir məhsulu təqdim edərkən ən çox nəyə diqqət yetirirsiniz? Əgər məhsulun təqdimatı çox önəmlidir. Bəli. Məhsul hansı sizə paketdə təqdim olunur, hansı kağıza bağlanır, onun paketlanması, onun birkaları, onun təbii ki, məsələn öz yəni məhsullarımdan danışanda səliqəli tikişləri, yəni bağlamaları, bunlar hamısı çox önəmlidir. Və təbii ki, biz vizual olaraq gözlərimiz yəni həmişə birinci nə olur? Rənglər görür. Və rənglər seçimi də çox önəmlidir. Yəni məsələn bəyazla çəhrayı rəng, yəni Cansel brendin əsas rəngləridir və rənglərin seçimi də önəmlidir təbii ki. Yəni bunlar hamısı bir-birini tamamlanmalıdır. Bəs bunun arxasında kimlər dayanır? Bunun arxasında bir komanda dayanır. Başda mən olaraq. İlk başda mən tək idim. İlk 3 ayda. 3 aydan sonra artıq iş yəni daha sürətli getdikdən sonra yəni komanda böyüdü və onun arxasında böyük, mükəmməl, sevgi ilə hazırladığı hər bir aksesuarlı bağlamanı bir komandadır və işini sevə-sevə görən bir xanımlardır. Sabaha Canselə arzuladığınız bir arzu nədir? Canselə arzu edirəm dayanmasın. Həmişə özünü yüksəklərdə görsün. Sırf ona görə ki, əgər sən özünü öz yaratdığı məhsulu, markanı yüksəklərdə görürsənsə, sən daima qabağa gedəcəksən və çox istəyərdim ki, ilk gələcəkdə birinci açdığım, yəni Bakıdan kənara desək, hansı bir region olsun, onun bir Canselin filialı Şuşada açılsın. Çox istəyərdim. Belə bir arzum var. Və ümumiyyətlə daha sonra Canseli gələcəkdə harda görürsüz? Beynəlxalq tədbirlərdə, böyük bir moda nümayişlərində Canseli görürəm. Xeyransa xanım, elə bir an olub ki, misal üçün sizə verilən sifarişlər sizin ürəyinizcə olmayıb, amma müştərinin ürəyincə o qədər olub ki, çox gözəl bəyənilib. Misal üçün siz bu aksesuarı artıq yaradıb, müştəriyə təhvil vermisiniz, amma yaradandan sonra dediniz ki, yox, bu deyəsən alınmadır. Amma müştərinin zövqünə və sevincinə oldu bu aksesuar. Olubmu belə bir anlar? Olub belə bir anlar, təbii ki. Mən ümumiyyətcə müştəri mənə müraciət eləyəndə mən belə bir məhsul istəyirəm. Mənim bir neçə ona suallarım olur. Mən onu mütləq şəkildə həm üslubunu, həm həyat tərzini, həm hara o aksesuarı geyindiyi, yəni mənim üçün o suallar ona yəni verilir. Niyə görə? Mən onun analizini aparıram. Çünki yəni xanımlar istəyə bilər məsələn belə bir aksesuar, amma mən onu təbii ki istəyərəm satam, eləyəm və s. yəni təqdim eləyəm. Amma əgər bəlkə o həmən yerə uyğun deyil, ya da həmən xanıma o qədər də yaraşmaz deməzdim, amma başqa aksesuar ona daha uyğun olar onun üslubuna və mən həm mütləq şəkildə bunları analiz edərək satıram. Çox gözəl. Və sonda bir sual. Ümumiyyətlə yeni başlayan yaradıcı qadınlar üçün, hansılar ki, ümumiyyətlə indi bu addımları edirlər.
Sizə onlara sualınız və yaxud tövsiyəniz, arzunuz, bir sözünüz nə ola bilərdi? Mən gənclərimizə onu arzu etmək istəyirəm ki və demək istəyirəm ki, cəsarətli olsunlar. Ə, Heç nədən çəkinmədən, yəni başlasınlar. Küçük bir şeydən də başlasınlar. Düşünməsinlər ki, mən bunu birdən məndə alınmaz. Mən bunu başlasam nə olar? Yox, xeyr, yox belə bir şey. Hər bir insan nə isə başlasa və istəsə, o ona nail olacaq. Və təbii ki, bu böyük bir yoldur və çətin yoldur. Hələ də Sözsüz ki, uzaqdan belə bir kənardan elə bil Həsən də görsən, o qədər də deyil. hər iş çox Və çətindir. əgər onlara hazırdırsa və düşünürlər ki, edəcəklərsə, hardasa içlərindən gələn hisslər, mən onlara tövsiyə edirəm ki, dayanmasınlar. Həmin hələ indi başlasınlar. O zaman Heyransa xanım, mən də sizə demək istəyirəm ki, dayanmayın. Yalnız irəli, irəli, irəli. Çünki sizə bu çox yaraşır. Və Təşəkkür bizim edirəm. xanımlarımıza bu çox yaraşır. Mən sizə öz təşəkkürümü bildirirəm ki, bu gün gəldiniz, öz vaxtınızı bizə ayırdınız və bu gözəl bir məsləhətləri bizimlə paylaşdınız. Sonsuz təşəkkürlər sizə. Gələcəkdə sizə uğurlar və daha bol aksesuarlarınızın yaradıcılığında biz də baxaq, biz sevinək sizin bu yaradıcılığınızda. Cəfər, mən sizə təşəkkür edirəm. Çox gözəl bir dəvətiniz üçün. Çox gözəl suallarınız var idi, maraqlı suallarınız. Yəni standartlara uyğun deyil idi. Siz görsənir ki, yəni bu işin, yəni peşənin ustadısınız. Təşəkkür edirəm. Yəni inşallah sizə də uğurlar, gözəl qonaqlar, gözəl verilişlər. Təşəkkür edirəm. Uğurlarınız bol olsun. Təşəkkür edirəm hər bir kəsə. Xanımlarımız zaten gözəldilər. Bu libaslarını və geyimlərini tamamlamaq üçün mütləq aksesuarlardan yararlanın və daha da gözəlləşin. Təşəkkür edirik. Gələn görüşlərə qədər.